Selamun Aleyküm Şeyh. Aleyküm salam. Havaric və onlara bənzəyənlər sələfləri qəsd edərək deyirlər ki, murciyalara dəlil gətirmək istəyəndə bizi inkar edib dinləmək istəmirlər. Bu məsələyə münasibət necədir? Yəni, onları dinləmək lazımdırmı, yoxsa yox? Yəni, xavaricləri dinləmək? Bəli, onlar şikayət edirlər ki, sələfləri, yəni murciya deyirlər sələfləri. Ümumiyyətlə, bilirsiniz, təbii ki, xavariclərə görə ən yüngülü murciyasan. Ən yüngülüdür. Amma ən ağırı təkfir edirlər səni. Və ümumiyyətlə, xavariclər qulaq asmaq olmaz. Nəinki xavariclər, ümumiyyətlə, bidət əhlinə. Bidət əhlinə. Çünki onlar Quran sünnənə gedməyən dəstələrdir. Quran sünnəni təhrif edən adamlardır, yollardır, fikirlərdir. Bəziləri Quran sünnədən uzaq fikirlərdir. Hələ adamlara ümumiyyətlə nəinki xavariclərə. Düzdür, baxmayaraq, xavariclər bidətçilərin içində fərqlənirlər. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem əsasən onlardan danışıb. Əsasən onlardan danışıb. Ona görə hətta biz də danışanda, hətta tələbələrin içində var ki, deyir ki, çox danışır xavariclərdən. Siz ehtiyac olanda danışılmalısan. Onu gözləməməsən, kimsə səni desin. Ümumiyyətlə, elm tələbəsi o baxmalıdır. Nə təhlükə varsa, ondan o barədə danışmalıdır. O fikirləri iptal eləməlidir. O deyənlər ki var, o məsələn çox danışır. Onun kimlər deyil? Xavariclərin hizbilər. Xavariclərin hizbilər. Ne üçün? Çünki onlarda o fikirlər var, ona görə. Onlarda o fikirlər var və onların xoşuna gəlmir ki, yəni onlardan, o fikirlərdən, xavariclərin ümumən danışında onlara qarşı danışsın sən. Onlar da təbliğatda artıq təbliğatlarını eləyə bilmirlər. Çünki edəndə dərhal fikirləşirlər ki, bunlar xavariclərdir. Əksinə danışmaq lazım xavariclərdən. Peyğəmbər sallallahu aleyhi ve sellem xavaric yox idi vaxtında, demək olar ki, amma danışırdı onlardan. Onlar hamısı şübhədir. Şübhədir. Bu ki, qaldı xavariclərə qulaq asmaq, onların kitablarını oxumaq, onlarla elimsiz mübahisə eləmək, onlarla oturmaq ki, nədir bu mənlə cavanlıqda dost olmuşuq və ya ayıbdır, yaxşıdır ölməyə çağırın, mən gedeyim. Olmaz, olmaz. Onların xavariclərin, ümumiyyətlə, firqələr içində xavariclər fikirli adamlarla, o fikirə meyilli adamlarla sərt olmalısan. Aydındır.